Diqqətlər 7 yanvar tarixinə yönəlib. Ukrayna Xarici Kəşfiyyat Xidməti məlumat yaydı. Məlumatı RBK Ukrayna bölüşüb və bu xəbərdə bir çox detallar özünü əks etdirir. Ekranlara yaxın əyləşin. Xəbərə keçməzdən öncə videonu bəyənib paylaşmağı, kanalımıza abunə olmağı unutmayın. Ukraynanın Xarici Kəşfiyyat Xidməti Kremlin sülh danışıqlarını pozmaq məqsədi ilə təxribat hazırladığını iddia edir. Ukrayna Xarici Kəşfiyyat Xidmətinin açıqlamasında bildirilir ki, sözü gedən əməliyyat kompleks xarakter daşıyır. Rusiya prezidenti Vladimir Putinin iqamətgahına dırnaqarası hücumdan sonra Kremlin yeni saxtalaşdırılmış informasiya əsaslarını yaydığı müşahidə olunur. Məqsəd Rusiya və xarici auditoriyanı növbəti dəfə növbəti eskalasiyaya hazırlamaqdır deyə məlumatda qeyd olunur. Ukrayna kəşfiyyatının məlumatına əsasən yüksək ehtimalla söhbət informasiya və manipulyativ təsirdən gedir. Xarici Kəşfiyyat Xidməti onu da iddia edir ki, ehtimal olunan təxribatın baş verə biləcəyi yer Rusiyanın məhz öz ərazisində, eləcə də Ukraynanın işğal olunmuş bölgələrində dini obyekt və ya yüksək simvolik əhəmiyyətə malik olan digər bir məkan ola bilər.